canadır can cana, Urfalısan Urfalı, bu kızların elinde bir tane sen bir tane. Ve mən yazmışdım ki, mənim keçən dəfə şeydə yazmışdım ki, mənim rus dilində tərcümə yox. Mən ola bilər onu səhvən demişəm. Mən demişdim ki, mən şey axtarıram. Qəşəng rus dilində söz yazarım, musiqi yazarım. Artıq mahnıları da verdim. İstəyirəm bir Azərbaycan mahnılarının mən ruski yazışını qızam. Bir-iki də rus dilində mahnı oxuyum. Görürəm ki, bizim mahnılarımızı cıngır-cıngırlar oxuyurlar. Özümüz niyə oxumayaq? Mən sənətə də gələndə Niyaməddin Musayeva mahnılarıyla gəlmişəm bu arada. Mənim şeyim yoxdur bu arada. Nə deyirlər? Sacım yoxdur. Azərbaycanda var. Jaronikimin arxasını yudum belə qəşəng. Olmayandan sonra olmur. Nağaraq, kasıb uşaqlarıq. Verin görün mənim telefonumu kimdir zəng eləyər? Harada çalır? Verin mənim. İzlə bacın qurban izlə. Bu Aysel yaman partlama da. Bu yaman partlama şeydi ha. Şovu bünyəsinin hamısından işləyir. Bəh, 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 bəh. Gör nə gözəl oldu. Ay Allah, nə gözəl. Əlimə sağlıq. Bəyək Fazilə deyirəm ki, deyirəm nə olar, gəl lavaşı büküm efirdə sən yi. Deyir ki, niyə mənlə reklam tutursan özünə? Toşnu qızı Aysun, toçnu. Pəh, nə gözəl. Görsən Jaronikinə də qəşəng olur, Pəh, bu belə. Bu arada Türkiyədən gözəl bir... Ay, deyir, Romandır o telefonu başlayıb zəhər. Məndən sonra olub deyəsən bunlar Roman. Dimmirik deyən elə bilirsən elə şey... Bəh, 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 bəh. Siz şümədiniz ay bala? Buyurun. Kuzu dürməyi. Buraya gəl Roma. Buraya gəl. Mən düzəldirdim. Buraya gəl. Nə deyirsən? Elçin gəl. Sana demədi ilahə yanında qal. Bu nə adı nədir? Kuzu dürməyi. Vaxt var idi. Vaxt verdi kuzu dürməni Fadil mən düzəldirdi. İndi mən onu düzəltib verdim. Hədimdə dişdə görmətə dadı, bir dənə yi. Sağ ol, kursun. O için kursun. Normal. Gəlin ay bala, şu düz. Sağ ol həyatım, çox sağ ol. Paltarlarını da reklam edirik bu arada. Onların paltarları. Sakin dur, sakin. Ay, gördünüz? Məni iki daşlar arasında satdı. Fadil müəllim məni tanışdı, bir dənə toya gəlmişdim mən. Demə, həmin vaxtda Fadil müəllim boşanma söhbəti gedirmiş arvadınla, Rusla. Ruslar bizim kişiləri yiyib ozda parçalayırlar. Fadil müəllimlə tanışdığımız bir toyda mənə zəng elədi bir dostum var Azərbaycanda. Zəng vurdu mənə dedi ki, bəs belə-belə, ay Rəqsanə, səni toya istəyirlər Moskvaya. Mən də qayıtdım dedim ki, mən Moskvaya toya gedirəm $5000. Mən sizə danışıram da 20 ilə yaxın olacaq biz əl arvadıq. Dedi ki, bəs yaxşı, hə, gedirsən əla, bəs de görüm, orada toyda ansamblda kimdir? Mən sorğu sual verdim. O yan bu yan, qiyməti bir tər $5000 elədim. Getdik toya. Gəldim toya, toyda elə oynayıb oxuyurdum. Bir də gördüm bir oğlan mənə yaxınlaşdı. Dedi ki, ay xanım, olar aşağı düşəsiz. Dedim, nəyə görə? Dedi, gəlin ortada oynayın da. Dedim, mən kişilərin stoluna getmirəm. Dedi, xanım, kişilərin demirəm, yəni cəmaatın içində oynayın. Düşdüm aşağıda oynadım, bu mənim əlimə 5000 rubullə. Bir 5 dənə bura, 5 dənə bura əllərimi pulla doldurdu. Bu indi görməmişlər var ya, belə cəmaatın gözünə soxurlar o formada. Hə. Karoçu, pulu verdi mənim əlimə, türkün məsəli. Ay, bu pulu verən kimi o birisi bütün kuruq biznesmenlər durdular, parta. Pulu yığışdıra bilmirəm. Yanımda bir qız vardı, işçi Səbinə. Mən verirəm, o pul aparır, mən verirəm, o pul aparır. Onda belə Instagram, TikTok sat yox idi da. Hə. Karoçi, pulu götürdü, apardı. Canım sanaca desin. Sonradandan dedilər ki, Səbinə gəldi ki, bəs sizi Akstafaya toya istəyirlər. Nə qədər pul deyim? Dedim, Akstafaya muzikatlarla falan getmək, haradasa $15000. Onu da Fadil mənim qardaşı oğlun toyudur. Gəlib deyər 15.000, qardaşı rəhmətliyə deyər ki, bəs belə 15.000. O da gələr qardaşına deyər, bunların başları xarab olub, $15.000 zat nədir? Bizim toyumuza gələcək fədaya laşın, bizim toyumuza gələcək nə bilim kim. Hə, oca biz danışmışıq. O da deyir, ay, sən istəyirsənmi bu qız sənin toyunda oxusun, oğlunun toyunda? Deyib istəyirəm, deyib, o da sənlik deyil, mən gətirərəm. Getdik toya, həqiqətən də o pulu bizə verdi. Bir dənə gözəl bir mənə paltar aldı. Ondan sonra aşk məşq başladı. Və artıq mən dedim, ay Fazil müəllim, qadan qalım. Mənim 2 dənə, onda da Aysundan ya, mənim 2 dənə qızım var. Mən
ərə getsəm mən tolka ailə quracam. Yəni mən salam sağ ol eləyən adamlardan deyiləm də. Mən olsa toya gedirəm, pulumu qazanıram, ağlı başında adamım. Mən sadəcə istəyərəm ki, ailə qurum, qızlarımın arxasında bir ata olsun. O da qayıtdı ki, elə mən də istəyirəm ki, arvadımdan boşamışam. Mən də istəyirəm ki, arvad alım. Dedim, yaxşı, getdim. Всё, evləndi. Sonra da bax, belə Allah qismət elədi, gəldi mənim balalarım oldu, uşaqlarım dünyaya gəldi. Tak ki, Allah hamını xoşbəxt eləsin. Amma bəzən hamı, hər şey həyatda göründüyü kimi deyil də. Yəni, nə mənada, hamı elə bilir ki, nə bilim, adam, sən xoşbəxtlik evladlar deməkdir. Xoşbəxtlik, nə bilim, ailə deməkdir. Bir sözlə həyatımı qurdum, oldum evli qadın. Yəni, bugünə qədər də həqiqi mən evli qadınam. O bəzilərindən deyiləm də. Yəni, bəziləri başqasının kişini gətirirlər, olur onunki 5 gün, 3 gün sonra gedir. Mən yox, mən həqiqətən də evli qadınam. Elə yandırmısan, sevmərəm. Azərbaycana gəlirəm. Ən birinci kimin proqramında məni görmək istəyirsiniz? Ən çox kimin proqramının adı yazılsa, birinci 10 proqramına çıxacam. 1. Hə, bu günlərimdə mənim əzizlərim, həm qutab bişirdim, həm lavaş bişirdim, həm də kotlet. Necədir? Nuş olsun. Öpürəm sizi. Sağ olun.